Salamlar, videoya xoş gəlmisiniz. Videodan da gördüyünüz üzrə biz bu günləri sizinlə 2027-ci ildə 11-ci siniflərin imtahan verəcəyi buraxılış fənni olan ingilis dilinə, yeni imtahan modelinə baxırıq. Bu DİM tərəfindən təqdim olunan testi, özlərinin verdiyi nümunə testi. Dinləmənin bildiyim qədərilə dinləməsi yox idi ya da mənim qarşıma çıxmadı. Mən öz şagirdlərimi etirərkən özümü səsləndirdim. Ona görə gəldən birinci mən dinləməni səsləndirim. Əgər özünüz etmək istəyirsinizsə, dinləməyə qulaq asın. 2 dəfə təzədən başa fırlayıb qulaq asarsınız. Sonra isə testin izahlarına keçəcəm. Mən birinci dinləməni səsləndirim, sonra testlərin izahı ilə davam edəcəm videoya. Başlayaq. Listen to the passage and answer questions from 1 to 6. The Louvre in Paris, France, is the world's largest museum and home to one of the most impressive art collections in history. The museum is so large that it would take 100 days to see all the artworks. The history of the museum dates back to 12th century. The name of this famous museum, Louvre, is uncertain, but one theory suggests it may come from the Latin word lupus, the wolf, which refers to a time when wolves and forests were common in the area. The Louvre was initially built as a fortress, later became a royal palace, and was officially opened as a public museum after the French Revolution in 18th century. Parts of the original fortress are still visible in the museum's basement. The museum was always under protection. During World War II, the Louvre's most valuable pieces were secretly moved to avoid being destroyed by the Nazis. The tall glass metal pyramid in front of the museum is quite modern. It was designed by Chinese-American artists and is used as the main entrance today. Over half of the paintings in the Louvre are by French artists, and a quarter of all Leonardo da Vinci's paintings are there. The museum still hosts millions of visitors every year. Dinləmə başa çatdı. Gəlin sualların izahları ilə davam edək. İlk sualımız bu şəkildədir. Ənənəvi olaraq mətn əsasən nə haqqdadır? Adı deyir ki, Çin-Amerikan memarın həyatı deyil, dünyanın ən böyük muzeyi. Bəli, budur. Söhbət bütün mətndə Louvre'dan idi. Və elə ilk cümlələrdə də Louvre'ın dünyanın ən böyük muzeyi olduğu qeyd edilir. Buna görə doğru cavab B-dir. C-də fransız rəssamları və onların əsərləri deyir. Burada fransız rəssamları sadəcə baxın, bu cümlədə bəhs edir. Qalan bütün mətn bu haqda deyil. D variantı Famous Museums in Paris. Baxın, burada Parisdə olan məşhur muzeyləri deyir. Burada muzeylər deyil, sadəcə Louvre haqda danışılır. Y variantında da yenə də tarixi binalar deyir. Burada binalar yox, bir binadan danışılır. İkinci suala baxırıq. Deməli, birinci sualda doğru cavab B variantı. İkinci sual. Why were the valuable pieces secretly moved during World War II? İkinci Dünya müharibəsi ərzində dəyərli parçalar nə üçün gizli şəkildə köçürüldü? Bu, nazilərdən qorumaq üçün idi. Baxın, burada var. To avoid being destroyed by the Nazis. Elə A olacaq. To protect them from being destroyed by the Nazis. Burada deyir ki, yəni o nazilərin məhv etməsindən qorumaq üçün köçürmüşlər. B-də deyir ki, başqa bir təhlükəsiz yerdə nümayiş etdirmək üçün, nümayiş etdirmək yox. Onları deyir, mövcud bombalamalardan qorumaq üçün, daha doğrusu gizlətmək üçün heç bombadan bəhs etmir mətndə. Underground, yeraltı depo otaqlarına köçürdülər. Bu haqqında heç bir şey qeyd etmir. Burada həm də nə üçün deyir, hara demir. Və burada da deyir ki, sirli müharibə dövrü sərgisi hazırlamaq üçün bu da deyil. Elə doğru cavab A variantı olacaq. 3-ə baxırıq. After the French Revolution, the Louvre, Fransız intibahından sonra Louvre nə oldu? Gəlin baxaq. 18-ci əsr. Baxın, bu hissə idi. Opened as a public museum after
bura verib. Bizə də lazımdır. Baxın bu hissə. Was officially opened as a public museum. Yəni rəsmi olaraq ictimai muzey kimi açıldı. Fəaliyyəti başladı. Elə olacaq A variantı. Was opened as a public museum. Burada deyir ki, qəsr olaraq fəaliyyət göstərməyə davam etdi. Burada deyir ki, Royal Palace kraliyyət sarayı oldu yenidən. Tarixi adını dəyişdi. Ziyarətçilərə bağlı oldu. Xeyr, ictimai muzey olubsa artıq ziyarətçilərdə açıq olur. 4-ə baxırıq. 4 true false-dur. 9-cu sinifdə olduğu kimi. Burada hələ ki bir dəyişiklik yoxdur. Dinləməli 9-cu sinifdə olan imtahan modeli ilə hələ ki eyni gedir. Fərqli olan hissə mətnlərlə bağlıdır ki, short tekstlər çıxarılıb və əvəzinə 4 sualdan ibarət mətn salınıb və bir fərq də ondan ibarətdir ki, 9-cu sinifdə mətndə 4-cü sual açıq sual idi, amma indi onu buradakı kimi true false ilə əvəz ediblər. Bir də qrammatikada da açıq sual var idi 9-cu sinifdə, amma indi o yoxdur. Hər biri testdir. İndi gəlin 4-ə baxaq. Burada deyək ki, it would take around a month, bir ay, to see all the artworks in the Louvre. Baxın, all the artworks 100 days'dir. Yəni təxminən 3 aydan çoxdan görə false olur. Sonra, parts of the original fortress can still be seen. Orijinal qəsrin hissələri hələ də görülə bilər. Baxın, parts of the original fortress are still visible. Hələ də visible görünən deməkdir. Burada da seen deyir. Eyni sözdür. True olacaq. Less than half of the paintings are by French artists. Deyir ki, rəsmlərin yarısından azı Fransız rəssamları tərəfindəndir. Burada nə deyir? Burada isə deyir, yarısından o və çoxu. Ona görə bu false olacaq. 4. Today the pyramid is used mainly as a decoration. Bugün piramida əsasən dekorasiya üçün istifadə edilir. Bu piramida giriş üçün istifadə edilir. Daha hardaydı? Entrance. Baxın, buradan deyir ki, tall glass metal pyramid in front of the museum is quite modern. Kifayət qədər müasirdir. Çin-Amerikan rəssam tərəfindən dizayn edilib və baxın, is used as the main entrance today. Əsas giriş kimi istifadə edilir. Burada isə dekorasiya deyir. Ona görə bu da false olacaq. Davam edirik qrammatika sualları ilə. 5-ci suala baxırıq. Good idea. İdeya sözü bilirik ki, sayıla bilən tək isimdir və cümlədə it izlə başlayır. Yəni, it's a good idea. Yaxşı bir ideyadır. İstənilən bir ideyadır. Ona görə e artikli. 2 variant qaldı. To give a birthday gift to my sister. Yenə e artikli olacaq. Çünki deyir, yaxşı bir fikirdir bacıma bir doğum günü hədiyyəsi vermək. Yəni, istənilən bir hədiyyə, konkret bir şey olmadığı üçün, əvvəldən həmin birthday giftdən, yaxud da ideyadan danışmadığı üçün biz orada girmək, yəni artikli götürürük. Davam edirik 6-cı suala. Əvəzliklə bağlı bir sualdır. Maraqlı bir sualdır. Gəlin birinci baxaq. Boşluqdan sonra off var. Baxırıq, törəmələr offla işlənmir. Novanı çıxıram. Everydə offla işlənmir. Bunda çıxdım. Digərləri qalsın. Belə olanda növbəti olaraq xəbərə baxın. Burada xəbər keçmiş zamanda olduğu üçün kud. Keçmiş zamanda feillərdə təkcəm olduğunu müəyyən edə bilmirik. Ona görə hər bir variant uyğun gəlir. İkinci tərəfə baxırıq. İkinci tərəfdə xəbər was-dur. Yəni təkdir. Gəlin baxaq. Aha, no ümumiyyətlə isimsiz işlənmir. No one, everybody. Törəmələrin də xəbəri tək ola bilər. Onda nə edirik? Tərcüməyə baxırıq. Xoşbəxtlikdən bizim ya hamımız ya da hər birimiz eyni məna verir. Təyyarəyə çata bildik və konfransa gecikdi. Çata bildiksə təyyarəyə heç kim gecikmədi. B olacaq doğruca. Hər kəs yox. 7-ci suala baxırıq. Sifət və zərflə bağlı sualdır. Variantlardan görünür zaten. Baxırıq look feili. Look feilini biz demişdik ki, look özü tək işləndikdə sifətlərlə işlənir. Bəzi feillər var idi ki, stativ feillər. Həmin feillər sifətlərlə işlənirdi. To be idi, to stay, to turn, to become və s. bu feillər idi. Bunlardan biri də to look feili idi. Look feilində belə bir qayda var idi. Tək işləndikdə sifətlə işlənirdi. Amma yanında başqa bir belə deyək də, sözünü əlavə edilib, phrasal verb əmələ gətirdi də. Məsələn, look at, look through, look after.
sonra look up, look into və s. Bu kimi hallarda isə zərf işlənəcək. Look tək olduqda sifət işlənəcək. İndi bizə lazımdır burada sifət. Çünki look'un yanında heç bir söz önü yoxdur. Zərfdir, zərfdir. Bu da zərfdir. Sifət olan bu iki variantı. Angry. Baxıram, burada biri sifətdir, biri zərfdir. Baxıram, shout that everyone, hər kəsə qışqırdı, əsəbi şəkildə. Necə qışqırdı? Artıq hərəkətə aid deyə bizə zərf lazımdır. Angrily. Baxırıq 8-ci suala. Aha. Gəlin belə deyəm, birinci zaman əslində burada while-la da cavabı birbaşa tapmaq olar. While-la gəlin iki formada izah edim. While-la əsasən izah edim. While demişdik, davam edici zamanlı işlənir. Keçmiş davam edici əsasən. Normal davam edici, indiki davam edici ilə işlənə bilər. Davam edici zaman bunlardır. Digərlərini çıxsam qaldı A və C variantı. Əgər burada sual hissəsində did köməkçi feilindən istifadə ediriksə, buradakı feil ilkin versiyaya qayıdır. Yəni both by olmalıydı. Ona görə C yox, A variantı olacaq cavab. Başqa formada izah etsək, digər işi gəlin uzlaşdıraq. Məsələn, bu keçmişdə, bu indikidir, have. Sonra have indikidir, had keçmiş, travel indikidir, had keçmiş. Yenə də qaldı A və C variantı. Bayaq izah etdiyim kimi burada did by olmalıydı, olacaq A variantı. 9-cu sualla davam edirik. 9-cu sualda bizdən deyir ki, can be changed into the passive voice. Yəni məsul növə çevrilə bilər. Məsul növə çevrilə biri bilmədiyini cümləni necə təyin edirik? Cümlədə tamamlıq tapırıq. Əgər cümlənin tamamlığı varsa, məsula çevrilə bilir. Tamamlıq yoxsa çevrilə bilmir. Belə bir formada yazaq. Tamamlıq varsa çevrilə bilir. Tamamlıq yoxdursa çevrilə bilmir. Yəni əsas burada açar tamamlıqdır. Onda cümləmizə baxaq. I have been playing with my sister since afternoon. Mən deyir bacımla günortadan bəri oynuyorduk. Burada bacım ilə tamamlıq sayılmır. Necə deyək? Azərbaycan dilində açıq xatırlamıyorum. Biri vardı vasitəli, bir də vardı vasitəsiz. Bunları xatırlamıram. Nəsə belə izah edim. Məsələn, tutaq ki, A şəkilcisi artırılsa ya da təsirli hal şəkilcisi artırılsa, bu zaman bu dəyişilə biləcək. Məsələn, gəlin göstərim. Məsələn, burada asked me. Məndən xahiş etdi. Bu zaman dəyişiləcək. Asked me, I əvvələ keçəcək, deyəcəm I was asked. Məndən soruşuldu. Bu çevrilə bilir. Bir də 4. Baxın, feildən sonra duran sözə baxırıq. Feildən sonra duran söz. Tələbələr dəvət etdi yeni insanları. Deyə bilərəm də yeni insanlar dəvət edildi. Bəli, 4 olacaq. Amma baxın, burada elə bir söz yoxdur. Playing-dən sonra with my sister gəlir. Bu dəyişə bilmir. Deyirəm ki, mən oynadım bacım ilə. Bacım ilə oynanıldı deyəndə artıq orada da ilə olur. Mübtəda halına çevrilə bilmir. Ona görə bu məsula çevrilmir. 2-də də eyni şəkildə. Baxın, ümumiyyətlə to be ilə düzələnlər məsula çevrilə bilmir. Olacaq 3 söz. Zera ilə düzələnlər də çevrilə bilmir. Məsula 3-4 olacaq. C variantı. Tamamlıq var idi. Me, burada da new people çevrildi. Olur 3-4. Gəlirik 10-cu suala. Bağlayıcı ilə bağlı bir sualdır. Deməli, baxırıq. Tərcümə ilə tapmaq daha asandır. Bir dənə burada because ilə nəzi çıxa bilərəm. Eyni mənadır deyə qalanları qalır. I wasn't ready for the speech at the conference. Deyir, mən konferansda çıxış üçün hazır deyildim. I was informed about it beforehand. Mən əvvəlcədən o haqda məlumatlandırılmışdım. Məlumatlandırılmışdımsa niyə öyrənməmişdim? Deməli, burada təzad yaranır. Və but düz gəlir. But yoxdur amma. Deməli, sinonimləri. Sinonimləri nədir? However'dir. Bir də whereas'dir buradakı. Artıq yazmıram. Bir də whereas. Bunlar amma deməkdir. Whereas I was informed, yəni baxmayaraq ki, mənasını. Baxmayaraq ki, mən məlumatlandırılmışdım. Davam edirik 11-ci sualla. Bu mübtəda xəbər uzlaşmasıdır. Agreement mövzusu. Deməli, bunu edərkən biz necə edirdik? Mübtəda hissəsində, xəbərə kimi olan hissədə sözünün var idisə, sözündən əvvələ baxırdıq. Yəni, borders. Cəmdir, xəbərim də cəm olmalıdır, doğrudur. Biri götürəcəm. 2 də eyni şəkildə feilə qədər olan hissədə, baxın, of var. Full of.
Deməli, burada söhbət basketdən gedir. Yəni, almalarla dolu olan səbət. Təkdir. Burada da təkdir, bu da doğrudur. All the products. Oldan sonra cəm isim gəlib were olmalıydı. Was yox. 4. Baxın, burada demişdik ki, gerunddur, participle'dır. Gerund yox, daha doğrusu participle. Yenə də əvvəldə duran ismə baxırdıq. Feildən əvvəl duran ismə. Yəni, bu nə deməkdir? Bu rəqəmlərlə başlayan bank hesabları doğru deyil. Bank hesabları. Baxın, bu cəm olduğu üçün bu da ar olmalıydı, cəm olmalıydı. Ona görə 1-2 C variantı olur doğruca. Gəldik 12-ci suala. Depend feili bilirik ki, onunla işlənir. Depend on. Dey sözü olan yerlərdə on işlədirik. On sanı deyiz. On foot piyada sözü də on foot deməkdir. Hər biri 10 C variantı. 13-cü suala baxırıq. Deməli, gəlin baxaq cümləmizin sual sözü, interrogative sentence, sual cümlələri mövzusu ilə bağlı sualdır. Sual sözü, köməkçi, mübtəda, xəbər. Söz sırası düzdür, amma fikir versəniz, had taken. Qayda belə idi ki, have, has, had. İndi mən sadəcə had yazıram. Have, has, had. Hər üçündən sonra. Participle to gələrdisə, köməkçi hadin özü olur. Yəni, inkarda hədin üzərinə artırılır, sual verərkən də həd əvvələ keçir. Amma baxın, burada taken participle to'dur. Yəni, burada həd əvvələ keçməli idi. Didn't yox. Bu da eyni şəkildə have taken-də have əvvələ keçməli idi. Didn't yox. Gəldik, burada bu hissə hələ ki doğrudur. Hadn't you taken. Participle to'dur deyə had keçib əvvələ. Bu da eyni şəkildə. Burada isə hadn't da keçib, had də durur burada. Olmazsa bu keçməlidir. Yəni, buradan silinməli idi bu. Ona görə Y də səhvdir. A da səhvdir, B də səhvdir. Qaldı C və D variantı. Gəlin, oxuyaq arasındakı fərqi tapaq. Why hadn't you taken? Baxdım hər bir hissəsinə fərqli olan did you və you diddir. Bir cümlədə bir sual strukturu olur. Yəni, burada həd əvvələ keçdi, vəsyo. Bu əvvələ keçdi, vəsyo. Yəni, burada təzən did əvvələ keçməz. You did olmalıydı D variantındakı kimi. Gəlin, tərcümə forması ilə də izah edim. Deyir ki, sən nə üçün yanlış, baxın, sənin etdiyin, bu əsas hissədir, yəni sual hissə deyil. Sənin etdiyin yanlış hərəkətlər üçün məsuliyyət daşımırsan, məsuliyyət götürmürsən. Yəni, you did sənin etdiyin mənasındadır. Ona görə sual olmayacaq. Sual hissə budur. Həd əvvələ keçir. Burada did əvvələ keçməz. Sənin etdiyin you did olur. Did you yox. 14-cü suala baxırıq. Məntiqən belə olacaq. Gəlin tərcümə edək sözə. Stadion idi, dünən dolu fanatlar. Yəni, stadion dünən fanatlarla dolu idi. Olacaq ki, the stadium was full of. The stadium was full of. Ofdan sonra da zaten isim gəlir. Fanatları ilə fans. Yesterday sözü. Dünən sözü, zaman bildirən sözü. Sonda da gələr, əvvəldə də. Baxırıq variantlara. Variantlara baxaq. 1, 2, 4, 5, 3. Aha, var. Y variantı. Əgər bu formada olmasaydı, 3-ü əvvələ keçirdib yoxlayacaqdım. Baxırıq 15-ə. Cümlə tamamlama mövzusu ilə bağlı bir testdir. Askla zət işlənmir. Ona görə bu variantı çıxırım. Sonra, belə də cümlədə söz sırası dəyişmir. Məsələn, B variantında həd əvvələ keçib, olmaz. Həd gəlir, sonra mübtəda. Y-də də həd gəlir, sonra mübtəda olmaz. I had visited olmalıydı. Yəni, A-dakı kimi. If I had visited my grandparents. İndi deyirsiniz ki, C-də də cümlədə söz sırası pozulmuyor. Yəni, doğrudur. Amma biz bir qaydada demişdik ki, when olan cümlədə bitmiş zaman olmaz. Yəni, have üstə gəlsin, participle to strukturu gəlməz. What time-də eyni şəkildə. Olacaq A variantı. 16-cı suala baxırıq. Matching-dir, yəni uyğunlaşdırma testidir. Crucial əhəmiyyətli deməkdir. Moist-dən. Fabulous isə çox yaxşı, möhtəşəm deməkdir. İndi crucial dediyi əhəmiyyətli deməkdir. Yəni extremely important. 1B. Moist, slightly wet, biraz nəm. Fabulous, extremely good. Yəni həddən artıq yaxşı. 3-də A. B, C, A. D variantı.
17-ci suala baxırıq. Altından xətt çəkilən sözün close meaning istəyir bizə, yəni yaxın mənalı söz. Yaxın mənalı sözü sinonim də yaza bilər, yəni sinonim, ya da əks məna desə opposite meaning deyə bilər, əks məna, ya da antonim deyə bilər, yəni antonim. İndi burada yaxın məna istəyir. Ban qadağan etməkdir. Uyğun olacaq prohibited. Bu da qadağan etmək deməkdir. Allow icazə verməkdir. Allow düz olsaydı gərək accept də düz olardı. Hər ikisi düz icazə vermək deməkdir. Questioned sorğulamaq, tədqiq etmək. Promise isə söz vermək. Uyğun gələn variant B variantıdır. İndi gəlin mətnə baxaq. Mətn haqqda da əlavə edilən dəyişiklikləri qeyd etdim. Ona görə gəlin birbaşa izaha keçək. Ən birinci mətni oxuyum. Qısaca tərcümə edim. Çalışdım gedir detallı etməyəcəm. Çünki vaxt çox gedir. Ya da edim detallı izah, siz sürətləndirin videonu. Sizə necə rahatdırsa. Traveling is an entertaining activity which has both positive and negative sides. Səyahət etmək əyləncəli bir aktivitetdir, hansı ki, həm yaxşı tərəfi, həm də pis tərəfləri var. Getting acquainted with new places leads to personal growth. Yeni yerlərlə tanış olmaq şəxsi inkişafa səbəb olur, gətirib çıxarır. It also reduces stress, which improves mental health. O həmçinin stresi azaldır, hansı ki, mental sağlamlığı inkişaf etdirir, təkan verir. Moreover, it offers a chance to learn about different cultures, meet new people and try new foods. Buna əlavə olaraq o, yeni şans verir, təklif edir ki, fərqli mədəniyyətlər haqqında öyrənək, yeni insanlarla tanış olaq və yeni yeməkləri yoxlayaq. Travel can sometimes lead to career opportunities and help you gain new skills. Səyahət bəzən karyera təkliflərinə, imkanlarına gətirib çıxarır və sənə yeni bacarıqlar öyrənməyə kömək edir. Məsələn, like kimi deməkdir. Problem solving, yəni problem həll etmək kimi, ya da kommunikasiya bacarıqlarını inkişaf etdirmək kimi. On the other hand, traveling has some drawbacks. Drawbacks yra negative side deməkdir, yəni ya da disadvantage deyək, mənfi tərəf. Digər tərəfdən, səyahət etməyin bəzi mənfi tərəfləri var. It can be physically tiring due to long journeys and jet lag. O, fiziki olaraq yorucu ola bilər, uzun səyahətlərə görə və jet lag'a görə. Jet lag zaman dəyişikliyi deməkdir. It can also be mentally stressful when dealing with delays, crowds and unfamiliar situations. O həmçinin mental olaraq stresli ola bilər. Nə vaxt ki, gecikmələrin öhdəsindən gəlməli olursan, crowds basa-basın və tanış olmayan situasiyaların öhdəsindən gələrsən. There are potential health risks such as food-related illnesses, getting diseases like malaria because of the insects living in those countries. Potensial sağlamlıq riskləri var. Məsələn, yeməklə bağlı olan xəstəliklər, malariya kimi xəstəliklərə tutulmaq, belə deyək də, həmin ölkədə yaşayan həşəratlara görə. Mass tourism can have a negative impact on the environment. Kütləvi turizmin ətraf mühitdə negativ təsiri ola bilər. The places which are visited a lot by tourists suffer from increased waste and pollution. Deyir ki, yerlər hansı ki turistlər tərəfindən çox ziyarət edilir, belə deyək də, turistlər tərəfindən çox ziyarət edilən yerlər artan tullantıdan və çirklənmədən zərər çəkirlər. Unfortunately, in most cases, it leads to damage to natural habitats. Bədbəxtlikdən, əksər hallarda o təbii yaşama zərər verir, zərərə gətirib çıxarır. These behaviors by tourists can lead to negative interactions with locals, which can ignite conflict within the country. Bu davranışlar, turistlər tərəfindən olan bu davranışlar yerlilərlə negativ interaction, ünsiyyətə, əlaqəyə gətirib çıxara bilər, hansı ki, ölkə daxilində konflikti alovlandıra bilər. Ignite alovlandırmaq deməkdir. İndi mətn nə haqda oldu? Traveling and its effects. Səyahət və onun təsirləri. Yəni, yaxşı və pis təsirlərindən danışılır. Burada deyəcək, yeni bacarıqlara sahib olmaq,
Bu bacarıqlardan sadəcə birinci paragrafın sonunda bəhs edir. Bütün mətn səyahət haqqındadır. Bunu da hardan bilirik? Baxın, ilk cümləni oxuyun. Əksər zamanlarda ilk cümlədə ya da ilk abzasda olur. Bizim cavabımız mətn haqqındadır. Burada deyir səyahət maraqlı bir aktivitetədir, hansı ki, həm mənfi, həm də pis tərəfləri var. Bu da olur ki, səyahət və onun təsirləri. Mental growth, mental inkişafın yolları. Xeyr. Həşəratların təhlükəsi. Xeyr. Ölkə daxilində olan konfliktlər. Xeyr. 19. Which impacts can tourism have on countries? Ölkələrdə turizmin hansı təsirləri var? Bir də deyək ki, pollution, yəni çirklənmənin level, səviyyəsi artır. Ətraf mühit zərərdən əziyyət çəkir. Regionda olan deyir, konfliktlər dayanır, dayanmır. Burada alovlanır deyir, ignite. Ona görə bu səhvdir. The diseases related to the food decreases. Deyir, yeməklə bağlı olan xəstəliklər azalır. Azalmır orada deyir, yolxursan. Getting food related diseases deyir. Yəni doğru cavab 1-2 olacaq. Mətndə də istəyirsiniz göstərim. Rəhləmişəm deyə tapmağım çətindir. Tapacağım cümləni unuttum. Impact, pollution, environment bu tərəflərdə olmalıydı. Baxın, tapdığımız cümlə budur ki, baxın, impact on the environment. Bu, indi ardını oxuyuruq. Increased waste and pollution. Ardı ilə deyir ki, damage to natural habitats. Yəni, 1-dən 2 olur. Yəni, C variantı. Baxırıq 20-ci suala. Aha, deyir ki, yeni yerlərlə tanış olmaqla sən yeni bacarıqlar əldə edə bilərsən, nə kimi? Bax, burada var idi. Sarılıyım. Baxın, help you gain new skills, açar hissə budur. Və bizim cavabımızda olacaq nə? Bu, like problem solving and developing communication skills. Yəni, problem həll etmə və kommunikasiya. Problem, kommunikasiya. Problem olacaq bu. Problemlərin öhdəsindən gəlmək. Kommunikasiya da olacaq bu. Kommunikasiya inkişaf etdirmək. Yəni, 1-3, D variantı. 21-ə baxırıq. Bizdən true, false soruşur. Doğru, səhv. Traveling decreases stress deyir. Səyahət etmək stresi azaldır. Hansı ki, mental sağlamlığı inkişaf etdirir. Bəli, bu doğruydu. Mətndən deyirdi. Baxın. Reduces stress which improves mental health. Azaldır, hansı ki, mental health-ə köməkdir. Onda bu true olacaq. 2-yə baxırıq. Travel lovers don't have a chance to get career opportunities. Baxın, don't have. Şansı yoxdur, karyera təklifləri, imkanları əldə etmək. Amma əslində var idi. D burada. Baxın. Travel can sometimes lead to career opportunities. Amma orada deyirdi ki, don't have a chance. Ona görə bu false-dur, don't olduğuna. Being in another country prevents a traveler's personal development. Başqa ölkədə olmaq səyahətçiləri şəxsi inkişafdan qoruyur. Yəni, şəxsi inkişafın qarşısını alır. Niyə? Burada var idi axı personal growth. Baxın. Bu hissə. Burada isə deyir prevent. Prevent olduğuna səhvdir. Yəni, burada verilən cümlə səhvdir. Əslində təkan verir, köməkdir. Bu, deyir, tanış olmayan vəziyyətlər səyahəti əyləncəli edir. Əksinə stresli edir. Baxın. They're mentally stressful ola bilər. When dealing with delays, crowds and unfamiliar situations. Yəni streslidir, əyləncəli etmir. Ona görə bu da false olacaq. Keçirik digər mətnə.
Around the world, students live in many different kinds of dormitories, but one of the most interesting in the Tietgen Dormitory in Copenhagen, Denmark. Dünyaca tələbələr əksər fərqli növ yataqxanalarda yaşayırlar. Amma deyir ki, ən maraqlılarından biri Danimarkada Kopenhagen'de olan Tietgen yataqxanasıdır. Bu bina 2006-cı ildə açılıb və unikal dairəvi dizaynı ilə məşhurdur. Yuxarıdan o mükəmməl dairəyə oxşuyur. Çinlərin Tulou adlanan ənənəvi evindən ilhamlanıb. Onun dairəvi forması bərabərliyi və birliyi simvolize edir. O, şagirdləri bir-biri ilə və təbiətlə əlaqələndirmək üçün dizayn edilib. Müasir memarlığı, təbii işıq və eco-friendly, təbiət dostu deyək, materialları bu binanı nəinki gözəl, hətta davamlı edir. Yəni, həm gözəl, həm də davamlı edir. Binanın mərkəzi geniş, açıq həyətdir, hansı ki, idman üçün, konsertlər və ictimai eventlər üçün istifadə edilir. O, yataqxananın ürəyidir, mərkəzidir və bir yerdir, hardakı insanlar açıq havada istirahət edə bilər. Yataqxananın təxminən 400 şagird üçün yeri var. Hər tələbənin şəxsi otağı, vanna otağı ilə bir yerdə şəxsi otağı, interneti və tez-tez kiçik balkonu olur. Yəni, əksər hallarda da tez-tez demir. Amma tələbələr həmçinin mətbəxi, laundry rooms, bu paltar yuyulan otaqlar deyək. O otaqlar və loungelar ortaqdır, paylaşılır. Bu, gündəlik həyatı sosial və səmimidir. Tietgen beynəlxalq mükafatlar qazanıb və tez-tez belə deyək də, dünyadakı ən gözəl yataqxanalardan biri kimi təsvir edilir. Şagirdlər üçün orada yaşamaq bir otağı olmaqdan daha çox şeydir. It is about sharing, təcrübə paylaşmaq, bir-birlərindən öyrənmək və beynəlxalq cəmiyyətdən zövq almaqdır. İndi gəlin suallara baxaq. Deyir, mətn əsasən haqqındaydı. Mətn Tietgen yataqxanası haqqındaydı. İndi burada adı deyir ki, Danimarkada olan yataqxanalardakı həyat. Yataqxanalar yox, bir yataqxanadan danışdı. B variantında deyir ki, dünyadakı ən gözəl yataqxana, bəli. C-də deyir ki, Kopenhagen'də maraqlı bir bina deyil, bu yataqxanadır. D-də deyir ki, dünyadakı eco-friendly binalar deyil. Y-də deyir ki, Avropada olan Çin evləri. Xeyr. C-də 23. Deyir ki, yataqxananın dairəvi dizaynının mənası nədir? Baxın, o buradaydı. Equality. Baxın. Deyir ki, it is round form symbolizes bərabərlik və birliyi. Sonra deyir ki, it is dizayn olunub to connect students, şagirdləri birləşdirmək with each other, bir-biri ilə və təbiətlə. Yəni, şagirdləri bir-biri və təbiətlə əlaqələndirmək üçün belə dizayn edilib. Y variantı. It shows that students are linked to each other, bir-biriləri ilə əlaqələndirmək üçün, əlaqəsini göstərmək və təbiətlə, ətraf mühitlə əlaqəsini göstərmək üçün. 24-də baxırıq. Tietgen yataqxanası təmin edir hər şagirdi nə ilə? Shared bathroom deyildi. Çünki burada deyildi ki, private room with a bathroom. Baxın. A private room with a bathroom. Şəxsi otaq vanna otağı ilə. Yəni, onda hərənin öz otağı olmuş, hərənin öz vanna otağı olmuş olur. Separate room düzdür. Private room, separate room, yəni ayrı otaq. Private kitchen deyil.
Yəni şəxsi mətbəx deyil. Mətbəx idi, laundry room idi, bir də lounge idi. Bunlar ortaq idi. İnternet var idi. Hər kəsin öz interneti, bir də kiçik balkonu var idi. Baxın, internet və kiçik balkon. Common laundry də var idi. Ümumi yuma otağı paylaşırdılar da. 2, 4, 5 B variantı. Sonuncu suala baxırıq. Aha, burada nə deyir bizdən? Eco-friendly materiallar binanı asan zədələnən edirdi. Xeyr, burada sustainable deyir, davamlı edirdi. False. Tirgen yataqxanası beynəlxalq mükafatlar qazanıb, bəli. Ona görə bu true olacaq. Students have a chance to learn from each other while living there. Bəli, burada var idi ki, baxın, living there ardı ilə də deyirdi ki, learning from others. Digərlərindən öyrənmək. Each other də bir-birlərindən öyrənməkdir. Zaten digərindən öyrənirsə, bir-birindən öyrənmiş olur. True. Burada da baxırıq, yataqxanası gözəl dairəvi forması ilə məşhurdur. Bəli, bunu da mətndə deyirdi. Famous for its unique round design. Onda bu da true'dur. Belə. Sualları yekunlaşdırdıq. Essay'ə də baxaq. Nümunə göstərməyəcəm sadəcə olaraq. Tam detallı da deyil, amma belə burada yazılanları izah edəcəm. Aha, bizdən nə istəyir? Ən az 100 sözdən istifadə etməklə opinion paragraf yazın. Bunlar haqda 10 və 11-ci siniflərdə detallı məlumat var. Hər bölmənin sonunda. Bu haqda məlumatlar yazır. Həm esse növləri haqda, həm də essenin strukturu haqda. Dərslər var ki, öyrədilir. İndi gəlin suala baxaq. Should school uniforms be required for all students? Məktəb uniforması bütün şagirdlər üçün tələb edilməlidirmi? Paragrafında deyirsən, gərək nə olsun? Topic sentensin olsun, controlling idea ilə bir yerdə. Strukturları öyrənəndə dərsdə bunlar haqda məlumat əldə edəcəksiniz. Bu haqda çox danışıb videonu uzatmaq istəmirəm. İdeyanı dəstəklə, səbəblərlə, faktlarla ya da nümunələrlə. Bu zaten paragraf, main paragrafın əsas hissəsidir ki, orada sən faktlar verməlisən, nümunələr verməlisən. Concluding sentence'in olsun. Yəni, bu giriş abzası deməkdir. Bu əsas hissədə olur. Bu isə nəticə cümlədir. Azərbaycan dilində də yazanda bu formada yazırıq. Sonra deyir ki, argumentin hər iki tərəfini bildir. Yəni, burada səndən deyir ki, gərək bütün uşaqlar üçün tələb edəsən. Sən həm tələb edəsini dəstəkləməlisən, həm tələb edilməsini dəstəkləməlisən. Sonra deyir ki, fikrini açıq və məntiqi olaraq izah et. Uyğun linking word, yəni əlaqələndirici sözlərdən istifadə etməsən, çünki həmçinin nümunə olaraq, amma və s. Mövzuya fokuslu qal, yəni mövzunu qoy başqa şeydən yazma. Bir paragrafda yaz, fərqli cümlələr şəklində yox. Belə. Ümid edirəm video sizin üçün faydalı oldu. Sualınız olduğu təqdirdə şərhə yazıb soruşa bilərsiniz. Sağ olun, salamat qalın.